Tanınmış ictimai və siyasi xadim Həsən Həsənov Gürcüstana səfəri çərçivəsində orta təhsil aldığı Tisyan Tabidze adına 43 saylı Tbilisi şəhər ictimai məktəbini ziyarət edib. Məktəbin direktoru Yekaterina Qaxarya Həsən Həsənovu müşayiət edərək sinif otaqları və kitabxana ilə tanış edib, tədris şəraiti barədə məlumat verib. Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə məktəbdə görkəmli dövlət xadiminin 85 illiyinə həsr olunmuş görüş keçirilib. Görüşdə Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev, Təhsil və İlm Nazirliyinin Məktəbəqədər və Ümumtəhsil Müəssisələri Departamentinin rəhbəri Lali Kalandadze, müəllim və şagird kollektivi iştirak edib. Direktor Yekaterina Qaxarya Həsən Həsənovun bu təhsil ocağının ən tanınmış və qürur duyulan məzunlarından biri olduğunu vurğulayıb. O, yubilyara məktəb adından təbrik açıqçası təqdim edib. Həsən Həsənov isə çıxışında məktəb illəri ilə bağlı xoş xatirələrini bölüşüb. Yubilyar məktəb direktoruna, Gürcüstan Təhsil və İlm Nazirliyinin nümayəndəsinə kəlağayı və milli suvenir, məktəbə isə müəllifi olduğu və ingilis dilində çap olunmuş Qız Qalası kitabını hədiyyə edib. Mən baxmayaraq 67 ildir getmişəm Tiflisdən. Amma Gürcü də yadımdadır. Gürcü əlifbası da yadımdadır. Onun üçün Gürcücə şeylədim, danışdım. Burada xüsusi bir işçisi vardı Təhsil Nazirliyindən. Deyir, onun vəzifə olduğu ki, yerli Azərbaycanlılara Gürcü dili yaysın. Və mən nümunə kimi göstərir ki, nəinki Gürcüstanda yaşayanda Gürcü dilini bilmək lazımdır. Hətta Gürcüstana gedəndən sonra da bunu bilmək lazımdır ki, bu təşəkkür hissi kimi olsun. Bunun üçün də dil ən yaxşı vasitədir. Onun üçün mən bütün əmrverlərimizə tövsiyə edirəm ki, Gürcü mədəniyyətini, dilini öyrənmək lazımdır. Azərbaycan dilini bilmək öz yerindədir. Amma bura qaynayıb qarışmaq lazımdır. Qaynayıb qarışadan daha tez inkişaf olur. Hamı üçün. Uğurlar arzu edirəm. Görüş zamanı çıxış edən Lali Kalandadze, Təhsil və İlm Naziri Givi Mikanadzenin adından Həsən Həsənovu 85 illik yubileyi münasibəti ilə təbrik edərək ona can sağlığı və yeni uğurlar arzulayıb. Qeyd edək ki, Həsən Həsənov 1940-cı il oktyabrın 20-sində Tbilisidə anadan olub. O, müxtəlif illərdə Azərbaycanın baş naziri, Xarici İşlər naziri, BMT-nin daimi nümayəndəsi və 2004-2021-ci illərdə Macaristan və Polşadakı səfir olub. 2022-ci ildə ona Tbilisinin fəxri vətəndaşı adı verilib. Sadaris, Sadaris, Çağara.